Kontakt linzalar yuxu zamanı göz təzyiqini ölçəcək. Çin Elektron Elm və Texnologiya Universitetinin alimləri yuxu zamanı belə göz sağlamlığına nəzarət edə bilən kontakt linzalar hazırlayıb. Yalnız gözlər açıq olduqda işləyən mövcud modellərdən fərqli olaraq yeni sistem REM yuxusu zamanı göz içi təzyiqini və göz hərəkətlərini izləyir. Linzalar 5 təbəqədən ibarətdir. 2 qat silikon, göz təzyiqini ölçmək üçün mis rullu 2 qat və göz hərəkətlərinin qeydinə cavabdeh olan mərkəzi neodim və PDMS təbəqəsi. Sensorlardan gələn siqnallar xarici cihaz vasitəsilə oxunur və smartfon və ya planşetdə göstərilir. Ehtimal olunur ki, oxu avadanlığı eynə çərçivəsinə quraşdırıla bilər. Könüllər və heyvanlar üzərində aparılan sınaqlar cihazın yüksək dəqiqliyini və təhlükəsizliyini göstərib. Bir həftəlik istifadə zamanı buynuz qişanın iltihabı və zədələnməsi qeydə alınmayıb. Yeni texnologiya qlaukomaya sutka ərzində nəzarət etməyə imkan verir.